Salamlar. 2026-cı il MİQ çərçivə sənədində təqdim olunan Dr. Norman Webb'in dərin bilik səviyyələri, yəni DOQ nəzəriyyəsindən danışacağıq. Webb kimdir? Wisconsin Universitetində təhsil üzrə tədqiqatçı və təlim metodları üzrə eksperti. Dr. Norman Webb tədris və qiymətləndirmədə tapşırıqların mürəkkəblik dərəcəsini və şagirdin düşünmə dərinliyini ölçmək üçün sistem yaratmışdır. Nəzəriyyənin yaranma səbəbi 1990-cı illərdə Bloom taksonomiyası çox istifadə olunurdu, amma onun problemli tərəfi var idi. Beləliklə, Bloom əsasən şagirdin bacarıq səviyyəsini göstərir. Bilik, anlayış, tətbiq, analiz və s. Lakin tapşırığın mürəkkəbliyi və şagirdin təhlil və tətbiq dərinliyi tam əks olunmurdu. Və bu boşluğu doldurmaq üçün dərin bilik səviyyələri, yəni DOQ nəzəriyyəsini yaratdı. Məqsəd, şagird nəyi bilir sualından çox, şagird biliyini necə istifadə edir sualına cavab verməkdir. DOQ nəzəriyyəsinin əsas prinsipləri. Tapşırığın mürəkkəbliyi əsas göstəricidir. Eyni mövzuda, eyni suala verilən cavab sadə xatırlama ola bilər. Anlama və tətbiq, analiz və əsaslandırma, yaradıcı tətbiq də ola bilər. Tapşırıqların dərinliyi nə qədər yüksəkdirsə, şagirdin səriştəsi də bir o qədər inkişaf etmiş sayılır. 4 səviyyə var. DOQ 1. Xatırlama və bilik. Məqsəd, sadə faktları, anlayışları və qaydaları xatırlamaq və tanımaqdır. Fokuslanmalı olduğumuz hissə. Konkret məlumat, tərif, qayda və prosedurlar. Feillər, təşkil etmək, hesablamaq, müəyyən etmək, çəkmək, siyahıya almaq, etiketləmək, təsvir etmək, uyğunlaşdırmaq, yadda saxlamaq, tanımaq, söyləmək. Qeyd. Adətən bir düzgün cavab olur. Nümunə. Şagird bitkinin hissələrini, yəni kök, gövdə və yarpaq olan hissələri adlandıracaq. Şagird cümlədəki feil və ismi tanıyacaq. Şagird Azərbaycanın bölgələrini xəritədə göstərəcək. Şagird su dövranının mərhələlərini sadalayacaq. DOQ 2. Bacarıq və anlayış, yəni tətbiq. Məqsəd, öyrəndiyi biliyi izah etmək, müqayisə etmək, qruplaşdırmaq və tətbiq etmək. Fokus olunmalı hissə. Necə və niyə suallarını izah edən fəaliyyətlər. Feillər, kateqoriyalara ayırmaq, səbəb-nəticə göstərmək, təsnif etmək, müqayisə etmək, fərqləndirmək, təxmin etmək, qrafikə salmaq, şərh etmək, dəyişdirmək, proqnozlaşdırmaq, əlaqələndirmək, ümumiləşdirmək. Qeyd. Yenə bir düzgün cavab olur, lakin fikirləşmə tələb olunur. Nümunə. Şagird heyvanları yaşayış mühitinə görə qruplaşdıracaq. Quruda, suda və havada yaşamağına görə. Şagird yaz və qış fəsillərini müqayisə edəcək. Şagird verilmiş məlumatlardan sadə qrafik hazırlayacaq. Şagird cümlədə sözlərin yerini dəyişəndə mənanın necə dəyişdiyini izah edəcək. DOQ 3. Strateji düşüncə. Məqsəd, analiz etmək, arqument qurmaq, nəticə çıxarmaq, fərziyyə etmək. Fokus olunmalı hissə, əsaslandırma, planlaşdırma və dərin düşüncə tələb edən tapşırıqlar. Feillər, qiymətləndirmək, sübut gətirmək, müqayisə etmək, yekunlaşdırmaq, qurmaq, tənqid etmək, arqument hazırlamaq, fərqləndirmək, formalaşdırmaq, fərziyyə etmək, araşdırmaq, təftiş etmək və s. Qeyd. Bir neçə doğru cavab və fərqli yanaşmalar ola bilər. Nümunə. Məktəbdə nizam-intizam üçün hansı üsul daha səmərəlidir? Əsaslandır. Şagird nə üçün suallarına əsaslı cavab verəcək? Niyə ağacların qorunması vacibdir? Şagird iki personajın davranışını müqayisə edib, kiminsə qərarını əsaslandıracaq. Şagird bir hadisə haqqında, məsələn, suyun çirklənməsi, səbəb və nəticə əlaqəsini izah edəcək.
Şagird bir mətni oxuyaraq müəllifin məqsədini müəyyən edəcək. Və sonuncu Doc 4. Genişləndirilmiş yaradıcı düşüncə. Məqsəd bilikləri yeni vəziyyətlərdə tətbiq etmək, birləşdirmək, yaratmaq və dizayn etməkdir. Fokus etməli olduğumuz hissə mürəkkəb əsaslandırma, planlaşdırma və real dünya tətbiqləri. Feillər tətbiq etmək, təhlil etmək, birləşdirmək, yaratmaq, tənqid etmək, dizayn etmək, sübut etmək, planlaşdırmaq, modelləşdirmək. Qeyd, çox vaxt uzunmüddətli, çox addımlı tapşırıqlar olur. Nümunə, şagird məktəbdə tullantıların azaldılması üçün kiçik layihə hazırlayacaq. Şagird oxuduğu hekayənin mövzusuna uyğun öz hekayəsini yazacaq. Şagird kənddə ya da məktəbdə təbiəti qorumaq kampaniyası planlaşdıracaq. Şagird suyun qənaətli istifadəsini təbliğ edən plakatlar dizayn etmiş olacaq. Beləliklə, əziz müəllimlər, biz bugün sizinlə Doc nəzəriyyəsini sadə və qısa şəkildə öyrənməyə çalışdıq. Daha geniş, daha aydın izahlarımızı isə ödənişli qruplarımızda, eyni zamanda qruplarımızda siz 4000-dən çox situasiya tipli testləri də işləməklə qarşıdan gələn MİQ və sertifikasiya imtahanında mütləq ki, uğur əldə edəcəksiniz. Bəyəni düyməsini basmağı unutmayaq. Uğurlar hər kəsə.